Mən nə üçün namaz qılmağa başladım? Çünki mən uşaq olduğum müddətdə, hansı ki mən uşağımda böyümüşdüm, orada bizə namaz qılmağı öyrədirdilər. Və bu uzun müddət davam etdi, ta ki biz böyüyənə qədər. Və biz bu cür böyüdük və mən düşündüm ki, yəni doğru yol budur. Yəni bu yolla gedirdim. Sözlərini başa düşmürdüm, çünki ərəb dilində idi, amma yenə də eyni şeyi təkrar deyirdik. Və mən zaman oldu, mən əsgərə getdim. Əsgərdən qayıtdıqdan sonra məlum oldu ki, mənim anam Məsihə iman edib. Mən İsa haqqında eşitməmişdim. İsa'nın ümumiyyətlə peyğəmbər olduğunu da bilmirdim bir müsəlman olaraq. Və mən təsərrüfən kəlmə açanda oxudum karanfillər məhəbbət haqqında. Və orada məhəbbətin bəhrələri haqqında danışır. Və mən onu oxuduğum zaman anladım ki, məndə bunların heç biri yoxdur. Mən bunu Allahın kəlamından başa düşdüm. Çünki kəlam yazır ki, biz günahkar ikən Məsih bizim uğrumuzda canını qurban verdi. Və mən anladım ki, mən nə qədər günahkaram. Və mən günahkar olduğum halda, hətta günahkarların ən betər olduğum halda Allah mənim üçün öz canını qurban verdi. Mən İsa'nı qəbul etdikdən sonra təbii ki, atama qarşı məndə qəzəb var idi. Və mən xatırlayıram, əsgər olanda uşaqlara deyirdim ki, buradan çıxdığım zaman mən atamı öldürəcəm də, fərqi yoxdur. Harda oldu? Və ona sual verdim ki, məndən nə istəyirsən? Mən sənin üçün nə edə bilərəm? Amma mən İsa'ya demişdim ki, bu bir dəfə olacaq həyatımda. Bundan sonra da baş verməyəcək. Və burada sənə görə olacaq. Və biz görüşdük və sadəcə mən ona ata deyə bilmirdim. Müəllim deyirdim. Və biz oturub çörək yedik. Bir-birimizə suallar verdik. Və o mənim gözlərimə baxa bilmirdi. Və sonra geriyə baxanda onda çox belə təəssüf hisslər gördüm. Onda peşmançılıq hissləri gördüm. Necə oldu ki, bağışladım. Çünki özümün nə qədər günahkar olduğumu dərk etdim. Hansı vəziyyətdə olduğumu dərk etdim. Və Rəbbim mənə verdiyi xeyir-dualar mənim nailiyyətim deyil, mənim qazancım deyil, mənim gücüm deyil, mənim zəhmətim deyil, mənim uğurlarım deyil, mənim qələbəm deyil. Sadəcə Allahın mərhəməti və lütfüdür. Əziz dost, əgər sən də İsa Məsihi ata kimi görmək istəyirsənsə, Yahya müjdəsini oxumağı məsləhət görürəm. Çünki orada İsa ata kimi təsvir olunub. Və onun orada böyük sevgisi görünür ata olaraq.